Şuşada Şuşa Türk Xalqları Birliyinin Mədəniyyət İncisi adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir. Festivalın təşkilində məqsəd türk dilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirməkdir. Tədbir haqqında daha ətraflı məlumatı əməkdaşımız Qasım Xuluflu çatdıracaq. Qasım, salam. Eşidirik səni, buyurun. Salam Günay, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi bugün Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edir. Bugün Türk dünyasının dörd bir yanından uşaqlar Şuşa şəhərinə yığılıb. Burada məqsəd isə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqəli olaraq Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşa Türk Xalqları Birliyinin Mədəniyyət İncisi adlı Beynəlxalq Uşaq Yaradıcılıq Festivalının keçirilməsidir. Burada Türk dünyasından olan məktəblilər iştirak edir. Hansı ki, Türk dünyasının demək olar dörd bir yanından burada iştirakçılar var. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan burada iştirak edən məktəblilər öz xalqlarının milli mənəvi dəyərlərini bir növ təqdim edirlər. Qeyd edim ki, Uşaq Yaradıcılıq Festivalında bizim Elm və Təhsil Naziri Emin Əmrullayev, mədəniyyət və incəsənət xadimləri də iştirak edirlər. Onu da qeyd edim ki, tədbirin keçirilməsində əsas məqsəd Türk dünyasında olan məktəblilərin bir-biri ilə daha sıx əlaqələr qurması, eyni zamanda bir-birlərinin mədəniyyətlərini daha yaxından təbliğ etmələri və bir-birləri ilə daha yaxından tanış olmaqdır. Qeyd edim ki, iştirakçılar Şuşa şəhəri ilə tanış olublar. Burada yerləşən tarixi memarlıq abidələri haqqında onlara ətraflı şəkildə məlumat verilib. Şuşa azad olunandan sonra demək olar ki, mötəbər tədbirlərə ev sahibliyi edir və bundan sonra da bu belə olacaq. Nəinki Türk dünyası, eyni zamanda bütün dünya ölkələrindən burada müxtəlif tədbirlər keçiriləcək və müxtəlif xalqların nümayəndələri burada öz mədəniyyət nümunələrini təqdim edəcəklər. Bizdən bu qədər, buyurun, söz sizdədir. Təşəkkür edirik Qasım, ətraflı və dolğun məlumata görə.